Turçunov Fərhad sizsiz. Mən Azərbaycandan gəlmişəm. Azərbaycan Respublika Hərbi Komissarlığından. Siz Azərbaycan vətəndaşısınız. Bəli. Bakıda yaşamamısınız. Yaşamışam. Siz deməli belə də hərbi çağırılışa çağırılırsınız. Ona görə də xahiş edirəm burada qol çəkəsiniz və 3 gün ərzində mənimlə Bakıya qaydasınız. Elə şey yoxdur qardaş. Mən 15 ildir buradayam. Hə? Mən buranın vətəndaşıyam. Yox, buranın vətəndaşısan deyəndə ki, Mən Azərbaycan vətəndaşıyam. bizim əlimizdə sənədlər var. Yox qardaş. Mən İsrailin vətəndaşıyam. 15 ildir buradayam. Sən bilirsən, biz bu dəqiqə Azərbaycan Respublikasının hərbi komissarlığı və İsrailin hərbi komissarlığı ilə bir yerdə işləyirik hal-hazırda. Nümayəndələri də bu dəqiqə bizim yanımızdadır. Sənin ali təhsilin var? Var. Onda sən vaxtın gətirdi də, sən 1 il əskərlikdə olacaqsan. Ali təhsilin varsa 1 il, ali təhsilin olmayacaq. Yox, 1 il 6 ay. İndi sən olmusan özün əskərlikdə. Olmuşam. Harda olmusan? Rusiyada. Rusiyada olmusan, bundan sonra indi Azərbaycanda keçərsən 1 il, ondan da sonra 1 il Qazaxıstanda. Deyən də reisdə, elə tələsmə də. Necə, mən 15 ildir buradayam. Necə, mən geyim təzdən Azərbaycan hərbi xidmətə. Bala kişiyev, siz Azərbaycan Respublikasının vətəndaşısınız. İdim. İndi mən buranın vətəndaşıyım. Bala kişiyev, bizim əlimizdə sənədlər var ki, siz hal-hazırda indiyənə kimi Azərbaycan Respublikasının vətəndaşısınız. Reis, bu aşıbqadır axı reis. Yox, bu boyda aşıbqa olmur. 15 ildir mən buradayım, təzdən mən duracağım atdan Azərbaycana gəlməyə. Yox, mən geyə biləmirəm. Yox, atdan yox, samolyotla gələcəyik bir yerdə. Uşaqlarım var, evim, eşiyim burada, işim burada. Mən necə gedim ora? Xidmətə çağırılır. Buyur. Mən belə şey, mən inciməm, mən belə şey qol çəkəm. Yox, inciməkdən getmir söhbət. İnciməkdən söhbət getmir. Mən qol çəkə bilmərəm. O kişi, mən o boyda yolu durub gəlmişəm bura. Xoş gəlmişsən, belə nə təsirsən öyrən, qulluq eləyir sənə. Çox sağ ol. Amma ki, o kişi, sən mən gedə bilmərəm. Azərbaycanlı, təmiz Azərbaycanlısan. Hər. Bəs İsrailə neç gəlmişsən? Bizimkilər Moskvaya gedir, Rusiyaya gedir, sən durub oradan Tək mən deyirəm ki, sən nə danışırsan kişi? Mən 10 ildir buradayam, nə Azərbaycan. Mən vətəndaşlıqdan çoxdan çıxmışam. Yox, necə çıxmısınız vətəndaşlıqdan ki, bizim əlimizdə sənədlər var ki, siz Azərbaycan Respublikasının vətəndaşısınız. Və hər bir Azərbaycanlı kimi sizin borcunuzdur Azərbaycanda hərbi xidmətdə olmaq. Ona görə də sizdən xahiş edirəm, bura qol çəkin və 3 gün ərzində mənimlə Bakıya gedək. Mən İsrailə gələndə mənə deyiblər ki, heç bir dokumentə qol çəkmə gələn. Nə dokument? Mən Azərbaycandan 10 il bundan qabaq çıxmışam. Oranın vətəndaşlığı ilə də qutarmışam. Mən bu saat İsrailin vətəndaşıyam. Özdə İsrailin armiya operasiyasında qulluq edirəm qardaş. Bu da mənim voyenli biletim. Çox gözəl. Bu da elə sizin işinizə yapışdırılıb göndəriləcək Azərbaycana. Azərbaycana? Bəli, bu qalsın məndə. Mən vətən xainiz adam, sən məni Azərbaycana göndərirsən. Yox, mən sizi Azərbaycana göndərirəm hərbi xidmətə. Siz Azərbaycanda qulluqda olmalısınız. Mən Azərbaycanda qulluqda bir saat olmuşam. 82-dən 85-ə qədər. Azərbaycanın özündə olmuşsunuz? Yox. Azərbaycanın özündə də olmasam, mən Sovet hökumətini qorumuşam. İndi Azərbaycan müstəqil bir dövlətdir. Əksən nə danışsan, mən 5 il Əfqanistanda qulluq eləmişəm. Əfqanistan, Azərbaycan deyil. Mən internasional borcumu vermişəm. Tutarmışam. Sən Bakılı, mən Bakılı. Gəl bunu bir başqa yolla həll eləyək. Nə yolla? Hələ belə ki, məni görməmsən. Yox, elə şey olmaz. Bizdə belə şey olmur. Bizdə ömrü boyu hələ şey olub da. Ona görədir ki, mən əl-əli yuyar, əl dözür. Ona görə də mən sizə deyirəm ki, Azərbaycan müstəqil dövlətdir. İndi belə şeylər yoxdur, ağayım. Mənim, bu sənin. Bura qol çək, sonra bu sənin, bu mənim. Ora? Hə, bura qol çək. Allah'a qurban olum sən. Qolca çəkdirmə mənə. Mən belə şeylərdən qorxuram. Dəyişmək istəmirsən, gəl qol çək, deyişək də. Niyə deyişək? Bu ilə onu. Yox, elə bunu qol çəkməmiş, bunu ver mənə. Yox, bura qol çək. Mən bunu verim sənə. Bura qol çək, xahiş Bu sənə edirəm. nəvələrimə də bəsdir, nəticələrimə də. Onu qoy cüvvə, xahiş edirəm səndən. Bunu? Hə, onu qoy cüvvə. Bunu ilə Bakıda sən 10 il dolanarsan. Amma sən bunu mənə təqdim eləməyinlə, sən 1 il 6 ay slujit eləməyinlə 10 il slujit eləyəcəksən. Özdə hərbidə yox, başqa yerdə. Onu xahiş edirəm mənə təqdim elə. Mən burada en qədər borc götürmüşəm başıma. O borcu kim verecek? İndi bir dəqiqə deyəm, bu sənə hər şey başa salar. Mənim balalarım var. Uşaqları kim saxlayacaq? Məni başa düşmədin, bunu başa düşərsən. Onu xahiş edirəm vermə. ברגע שאתה לא עושה שם הצבא, כן, אני עשיתי שם הצבא. אבל הוא טוען שאתה לא עשית. איך לא עשיתי? עשיתי 82 עד 85.
לא יודע, זה צריך לשבת... שלוש שם שנים. הם דורשים אותך לצחס להחתלם. Mənlə getməsən, bu ilə gəlsən. O da mənimlə sürüşt eləyəcək. O sənlə slujit eləməyəcək. O gəlib səni təhvil eləyəcək mənə Azərbaycanda, özü qayıdacaq bura. Onun slujbası buradadır, amma sənin slujban Azərbaycandadır. Sən Azərbaycan vətəndaşısan. İdim. İndi də sən Azərbaycan Yox, mən vətəndaşısan. çıxmışam. Sən bunu da istəmədin, mən bunu da verməyəcəm sənə. Ağa, Azərbaycan vətəndaşlığından mən çıxmışam 10 il bundan qabaq. Başda 11 ildir uje. Qol çəkmirsən ki, ağa. Yox, mənə deyiblər saxlıqdı ki, heç nəyə qol çəkmə gələn. Həri. Tanımadığın kağızlar. Yaxşı. Ronev maşın uyğun. Sən nə danışırsan ana? Maşın, Nə Ronev, maşın? maşın. Mənim balalarım var, nə maşın? Hansı Onda maşın? qol çək. Ya. Onda qol Nə çək. maşın? Qol Ala çək. yox, ala nə maşın? Ala. Yox, bir dəqiqə. Nə maşın? Gəl bura qol Hansı çək, maşın? ağa. Maşın nədir? Ha? Ələkbərov, olmusan əskərlikdə? Burada olmuşam İsraildə. Sən Bakıda olmalısan, Azərbaycanda olmalısan. Sən Azərbaycan Respublikasının Mən indi vətəndaşısan. bir dəqiqə burada yaşayıram. Mən Nə necə olsun yem burada orada yaşayırsan? sürüşürəm? Sən Mən Azərbaycan- ailəm, uşaqlarım, Sən ata-babam, Azərbaycan ev, Respublikası eşik. bir il Yalnız sujet qoy eləyərsən. qoy Zəngi, icazə ver bir də. dəqiqə zəngi qoy İcazə qurağa. ver. Ələkbərov. Xeyr olur yəni mən Azərbaycanda əsgərlik keçmişəm. Bilirsiniz, bu Azərbaycan qanunvericiliyinə görə hər bir Azərbaycanlı vətəndaş bu hərbi xidmətdə olmalıdır. Ona görədir ki, xahiş edirəm sizdən. Vaxtım da azdır. Onda belə götürsən mən bütün ömrüm əsgərlikdə olmalıyam. Yox, o 2 il burada, 3 il burada, 2 il hər yerdə müharibə. Quşumov, bura xahiş edirəm, qol çəkin, gedək. Gedək hərbi Sən xidmətə. kimsən, mən sənə qol çəkeyim? Mən baş leytenant Ağayevam. Nə olsun, mən də general, İsrailin generalıyım. Mənim sənətim var əlimdə. Sizin Bilirsən nə var, sənətinizə mən baxın. səni əskərliyə apararam. Bura, İsraildə. Sən məni yox. Bildiyin vapşı bas bayra burada.